Mənə qayıdıb deyir ki, həkim sən qəşəng danışırsan, amma çox savadsız deyirsən sözləri. Çünki önəmli olan burada hava atmaq deyil, həkim olmayanların başa düşməsidir. Yəni oradakı önəmli olan o deyilən bilgini sən başa düşüb öz həyatına tətbiq eləməlisən. Buna baxmayaraq, mən sənin başa düşəcəyin dildə danışmağıma baxmayaraq, sən o bilgini orada tutanmırsan və əlaqəsiz təməyə diqqət çəkirsənsə, düşün ki, mən elə danışsam, sən heç başa düşməyəsən. Ya burada biz hava atmağa çalışmırıq. Mən qayıdıb desəm ki, klamida qaynaqlı pnevmoniyası olan bir xəstə ETS-də entübəyə yatarkən ventilasiya cihazının BiPAP modunda bir də baxdıq ki, BGA-da alkaloza gedir. Bir də biz də inspirasiyon reytini vitamin D doğru dəyişdik və bu durumda da vital dəyərlərində stabilləşmə seyr elədik. Vital dəyərlərin stabilləşəndən sonra bla bla bla. Yəni səncə burada bunun kimə nə faydası olacaq? Bu mən hava atmaq üçün belə deyə bilərəm. Yəni daha da deyə bilərəm. Yəni biraz sən biraz daha başa düş deyə mən onu hələ biraz aydınlaşdırdım dedim ha. Yəni bunu tibbi dildə bunun əlasını deyərəm. Bu öz dilimdə, başqa dildə yox, öz dilimdə söyləyəcəm. Ki öz dilimdə mən 27 il toplumda vətəndaş hayatı yaşamışam. Bunun 21 ili ard-arda olub. 2004-dən bəri yaşamıram Azərbaycanda. Amma sən gəlib gör nəyə diqqət çəkirsən. Yəni nə cürə bir uşaqlıq travması yaşamısan, nə cürə bir həyatda hədəfsizsən. Heç cürə başa düşmürəm də bu düşüncə tərzini. Mənim məqsədim sənin kimi insanlara hava atmaq deyil ki. Yəni hava atmaq yaxşı bir şey deyil. Sonra bunu deyim ki, mən məsələn maşın ustasına gedəndə istəyirəm ki, o texniki dildə yox, mənim başa düşəcəyim dildə danışsın. Məsələn, mənə deməsin ki, TOX sensorunda problem var. Mən desin ki, sənin qardaş dizel yanacağını göstərən sensorlar, yəni onun səviyyəsini problem var. Bunu dəyişməsək filan problem əmələ gələr. Məsələn, mənə belə texniki dildə desə, mən bir şey başa düşməyəcəm. Həmçinin digər inşaat ustası da eyni şəkildə ev sahibinə elə izah etməlidir ki, o başa düşsün. Yoxsa burada məqsəd tamamilə hamının başa düşdüyü dildə xalq dilində danışmaqdır. Öz dilində terminlərlə hamı danışa bilər.